Nas suresi Kul auzu bi rabbin nas Malikin nas İlahin nas Min şerril vesvasil hannas Ellezî yuvesvisu fi sudurin nas Minel cinneti ven nas. Bu sure insanı şerden, göz değmesinden, cadudan, şeytanın ve insanın vesvesesinden koruyor. Peygamberimiz yapmazdan evvel İhlas, Felek ve Nas surelerini okuyar, ellerine üfürer ve bedenine sürterdi. Bu pisliklere karşı Allah'tan başkasını özlerine dost tutanların aqibəti özüne yuva kurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi də əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki biləydilər. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. الحمد لله رب العالمين الرحمن الرحيم ملك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. Bunlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər, biz ancaq bir sınağıq. Lem yekunillezîne keferû min ehlil kitâbi vel müşrikîne munfekkîne hattâ te'tiyehumul beyyine. Rasûlun minallâhi yetlû suhufen mutahhara fîhâ kutubun qayyime ve mâ teferrâ